Biləcəri qəsəbəsində evinin yanında yaralı vəziyyətdə dayanan Xalıq son nəfəsində həyat yoldaşına onu vuranın adını pıçıldayır. Bir ailənin daxilində gizlənən amansız vəziyyət, narkotik kabusu və 17 bıçaq zərbəsi ilə bitən bu dəhşətli intiqam planı eşidənlərin qanını donduracaqdı. Gəlin hadisələrin pərdə arxası məqamlarına baxmaq üçün hər şeyin başladığı illərə qaydaq. 2017-ci ildə Ayxan Hüseynəliyev Aygün adlı xanımla ailə həyatı qurur. Lakin bu evlilik ilk günlərdən gənc qadın üçün əsl cəhənnəmə çevrilir. İfadələrə görə Ayxan mütəmadi olaraq narkotik vasitələr qəbul edir. Həyat yoldaşını hətta hamilə olduğu dövrdə belə döyür. Bu vəziyyətə dözməyən gənc qadın sonda qızını da götürərək Biləcəriyə, atası Xalıq Bağırovun evinə sığınır. Həmin vaxtdan etibarən Ayxanın içində qaynatasına qarşı böyük bir nifrət alovlanır. Evinin naməlum şəraitdə yandırılmasında da qaynatasını günahlandıran Ayxan, sosial şəbəkə hesabında limitiniz dolur, ürəyimə dağ vuranın ürəyini deşəcəm deyərək planın ilk siqnallarını verir. Və nəhayət, avqustun 31-i səhər saatlarında yuxudan oyanan gənc, mənzildən götürdüyü bıçağı şalvarının belinə qoyaraq Biləcəriyə doğru yola düşür. Yahya Hüseynov küçəsində quraşdırılmış müşahidə kameraları həmin anları saniyə-saniyə qeydə alırdı. Səhər saat 09:50-də mühafizəçi işlədiyi mebel şirkətinin gecə növbəsindən çıxan və mağazadan evə qayıdan Xalıq Bağırov irəlidə addımlayır. Addımlarını sürətləndirən Ayxan isə onu addım-addım təqib edir. Evin darvazası ağzında Ayxan qaynatasına yaxınlaşaraq yoldaşını və qızını geri aparmaq istədiyini bildirir. Xalıq Bağırov isə qətiyyətlə Aygünü səninlə getməyə qoymayacam deyərək iradını bildirir. Bu sözlərdən hiddətlənən Ayxan isə qaynatası Xalıq Bağırovu həyatdan məhrum etmək qərarına gəlir. Canhavalı vəziyyətdə yeznəsinin yaxasından yapışan yaşlı adam müqavimət göstərməyə çalışsa da, gözü dönmüş gəncin əlindən çıxa bilmir. Küçədəki qonşunun qışqıraraq köməyə çağırmasını görən Ayxan hadisə yerindən qaçır. Hadisədən dərhal sonra Ayxan taksiyə minib 20 yanvar metrosuna gəlir. İzini itirmək üçün mobil telefonunun sim kartını sındırıb pəncərədən tullayır. Daha sonra Sumqayıta qaçan Ayxan yol kənarındakı bir satıcının telefonundan 102 xidmətinə zəng edərək təslim olmaq istədiyini bildirir və həyətdəki skamyada oturub polisləri gözləyir. Lakin bu dəhşətli hadisənin istintaqı zamanı ortaya çıxan digər iddialar hadisəni daha da mürəkkəbləşdirir. Gənc qadın ifadəsində qorxunc bir sirrin pərdəsini açaraq, həyat yoldaşı evdə olmayanda qaynatası Asifin onun yataq otağına gəlib çarpayıya uzandığını və yanına gəlməsini təklif etdiyini iddia edir. Gənc qadının məhz bu əxlaqsız niyyətdən qorunmaq üçün saatlarla hamamda və mətbəxdə gizləndiyini deməsi isə hadisənin gərginliyini pik həddə çatdırır. Təqsirləndirilən şəxsin atası isə bu deyilənləri tamamilə böhtan adlandıraraq gəlininin yalan danışdığını deyir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ayxan Hüseynəliyev 18 il müddətinə azadlıqdan məhrum edilir. Hörmətli izləyicilər, videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Salamat qalın.